Hər kəsə Salamlar, 30-cu buraxılışımızla qarşınızdayıq. Bu həftə nələr olub, nələr? sizə Aygün Kazımovanın Best of 40 albomundan danışaq, yoxsa öz işindən əl çəkməyib, yenə yağış tufan yaradanlardan? Sözü uzatmadan keçək ilk öncə hit paradımıza. Həftənin 10-cu pilləsində Röya və İsmailin dueti olan Nankor musiqisidir. Nankor bir pillə geriləyərək bu həftə 110.532 baxış toplayıb. Nankorlarınız az, izlənmələriniz çox olsun Röya xanım. Danışdım, yoxluğunla barışdım mən. Bir baxışda həll olardı hər şey, amma indi geçdi. Bəlkə səndə heçdi, sanma məndə keçdi. Gəl gör, çox çətindir sənsiz, indi söylə mənsiz. Yaxşıdırmı hər şey? Ey yar nankor, səndə yoxdur vicdan. Etmədim ki nöqsan, qəddar olmaz insan. 9-cu pillədə Aygün Kazımovanın Karma musiqisidir. Keçən həftə 5-ci olan Karma bu həftə düz 4 pillə geriləyib. Hit paradda isə 133.654 baxış toplayıb. Düşünürük ki, hit paradda neçənci olmağına baxmayaraq, Kazımova ürəklərdə hər zaman birincidir. Yeni layihələri ilə nəinki gənc musiqiçilərimizə, musiqini sevən, yaradan hər kəsə öz dəstəyi ilə həmişə də birinci olaraq qalacaq. Arxaya baxa baxa qalma, halım yaman halıma yanma. Məni bir də yadına salma, səni izləyər mənim karmam. Sessiz səmirsiz izləmişdim gedişini, ağır olsa da bunu yada salmaq yorsa da, gözlərim yaşla dolsa da. 8-ci pillədə isə Eurovision təmsilçisi Jivanın Just Go musiqisidir. Musiqi 2 pillə geriləyərək hit paradda 134.654 baxış toplayıb. Civa, hit paradda geriləsən də yarışmada sənə daima irəlidə olmağı arzulayırıq. I was yours all the way, but now I see through your disguise. The truth is burning in my eyes. Go, I don't love you anymore. Go, without you I'll shine, you know. 7-ci pillədə Elnara Abdullayevanın Sevənlərə Nəğmə deyək musiqisi yer alır. Musiqi bir ay öncə yayınlansa da, hit paradda dillərdə qalmağı bacarıb. Elnara Abdullayevanın musiqiyə verdiyi yeni nəfəs dinləyicilər tərəfindən görünür ki, çox sevilir. Bu həftə 142.564 baxış toplayıb. Elnara xanım, sevənlər qoy həmişə olsun. Siz isə hər zaman nəğmə deyin. Deyin ki, gözəl səsinizi həmişə eşidək. Sevənlərə nəğmə deyək, sevə-sevə vursun ürək. Sevənlərə nəğmə deyək, sevə-sevə vursun ürək. 6-cı pillədə Nahidə Babaşlının Mənə Baxmayın musiqisi yer alır. Keçən həftə 4-cü pillədə yer alan Mənə Baxmayın bu həftə 2 pillə geriləyib. Həftəlik baxış sayı isə 155.234-dür. Bana bakmayın, bu ara gülüyorum ama yalandan. Biraz kırgınım, çoğuna veriyorum zorla selamda. Biraz yorgunum, tabii edemiyorum iki kelamda. Kalbim istemez, ahımızı alır alır alanda. Hit paradımıza biraz ara verib, show biznesdən davam edək. İlk öncə bu həftə yayımlanan Best of Aygün 40 albomundan danışaq. Aygün Kazımovanın yaradıcılığının 40 illiyinə həsr olunan bu albom çox böyük maraqla izləyicilər tərəfindən qarşılanıb. Albomda fəxri adlı mədəniyyət nümayəndələri, məşhur estrada sənətçiləri, Avroviziya təmsilçilərimiz və gənc nəsil ifaçılarımız yer alaraq ifa etdikləri musiqilərə yeni nəfəs veriblər. Layihənin əsas məqsədi Azərbaycan şou biznesində birliyi nümayiş etdirməkdir. Milli estradaya yeni nəfəs gətirməkdir. Özəlliklə yeni nəsil ifaçılarımıza bu şansın verilməsini ayrıca olaraq alqışlayırıq. Hər zaman olduğu kimi Aygün Kazımova bu addımıyla sübut edir ki, o yalnız səhnənin ulduzu deyil, yeni nəslin formalaşmasında mühüm rol oynayan sənətkardır. Albomun hazırlandığı gündən hər kəsin ən çox gözlədiyi hadisə isə Röyanın da bu albomdan yer alması idi.
Aygün Kazımovanın ad günündə verdiyi müsahibədə ifasını ad gününə çatdırmadığına məyusluğunu ifadə edən Röya xanım albomda yoxdur. Hələ ki heç bir açıqlama yoxdur. Bəlkə də heç gözləmədiyimiz bir duet gələcək. Yer alan sənətçilərimizin ifaları, klipləri isə bir-birindən maraqla, sevgi ilə qarşılanıb. Gəlin bir neçə dəqiqədə musiqiləri dinləyək. Ben kalbimde yara Neler birlikte biz Dillere düşsün bu sevgimiz Gölge ol ama sürünme. Yandırdım bir sigara Koymaram söne daha Dobruz gelip yaz gelip Bir elinde söz gelip Sönmezsen de onsuz da seveceğim. Aramızda ne kalır ki Bir geçilmez derya var Erikleri uzun kızlar, uzun kızlar. Ara gitsen apar beni Ben sevirem səhərə qədər. Tenha kadın Keçdiyimiz günlərdə Rusiyanın ən prestijli mükafatlandırma gecəsinə dəvət olunan Roza Zərgərli tədbiri mükafatla tərk edib. Rusiyalı ulduzlarla yanaşı həm yerlimiz Roza Zərgərli istədi musiqisi ilə ən uğurlu xarici hit nominasiyasında mükafatlandırılıb. Roza xanım, sizi təbrik edirik. Uğurlarınız, mükafatlarınız çox olsun. И ваши аплодисменты. Еще раз добрый вечер, Live Arena. Я вас не слышу, я волнуюсь. После такого жаркого выступления, ребят, я думал, что будет какой-то другой артист. Но, Прохор, спасибо большое, что ты выговорил мою фамилию. Я ваша Роза Заргали, я вам всем благодарна, что приняли меня с любовью. Спасибо за это. Спасибо организаторам. И я вас очень сильно люблю. И я вас не слышу! Keçdiyimiz günlərdə Bakıda bir hadisə oldu ki, gəl görəsən. Türkiyənin super ulduzu Hadisə Bakıda konsert verdi. Sevindirici hal odur ki, biletlər tam satılmışdı və zal hadisə sevərlərlə dolu idi. Möhtəşəm səsi ilə, səhnə şovu, geyimləri ilə dinləyicilərə əsl zövq yaşatdı. Azərbaycan xanımlarının baxımlı olmasına valeh olduğunu vurğulayan Hadisə, sırf o gün üçün daha diqqətlə hazırlaşdığını vurğuladı. Bizi məyus edən hal odur ki, müğənninin səhnə geyimləri ilə Türkiyədə qınanmasıdır. İstərdik ki, ümumiyyətlə xanımlar bu mövzularda deyil də haqlarının tapdandığı halda susması qınansın. Biliyorsunuz ben Azerbaycan'ın kadınlarına aşığım. Aşığım sizlere. Hatta bir şey itiraf edeceğim. Sahneye çıkmadan ben genelde sahne makyajımı yani %98 kendim yapıyorum. Bu gece mesela şey dedim biraz daha abartayım. Çünkü Azeri kadın seviyor makyajı dedim. O yüzden bir tık abarttım. Güzel olmuş mu? Gözlerime bir tık daha böyle bir... Gələk həftənin tufanlı, yağışlı olayına biz keçən buraxılışda yayı yazı sevdiyimizi desək də, görürük müəyyən hava şəraiti buna imkan vermir. Televiziyada bağlanan veriliş və bəzi musiqiçilərə qoyulan efir qadağalarından sonra YouTube-da görürük verilişlər yayımlanmağa başlayıb. Bu addım düşünürük ki, heç də yaxşı olmadı və ən əsası da qonaqlarımızda bayağı musiqiçilər siyahısından olması diqqətdən qaçmadı. Günlər öncə Maska Şouda bayağı musiqiçilərin adının çəkilməsi ilə onlardan PR qazandıqlarını qınayanlar elə həmin bayağı musiqiçi siyahısından olanları indi YouTube-da qonaq edir. Görək bu cür YouTube efirləri digər qadağa qoyulan aparıcılardan da gələcəkmi, yoxsa bu cür efirlərə artıq YouTube platformasından da qadağa qoyulacaq? Nə deyək, yay hələ qabaqdadır. Yağışlı günlərin tez bitməsi ümidi ilə hit paradımıza davam edək. 5-ci pillədə Sevdə Yahyayevanın Dola Mənə Qolunu ifası yer alır. Aygün Kazımovanın Best of albomundan olan bu musiqi izləyicilər tərəfindən görünür sevgi ilə qarşılanır. Hələ irəlidəki həftələrdə Best of musiqilərinin hitparadda çox yer alacağını düşünürük. Yeni nəfəs verilən Dola Mənə Qolunu 156.234 baxış toplayıb. Gəl dayanaq üzüsə, mənə biraz nəfəs ver. Dola mənə qolunu, dola mənə qolunu, qollarınla qəfəs ver. Gəl dayanaq üzüsə, mənə biraz nəfəs ver. Dola mənə qolunu, dola mənə qolunu, qollarınla qəfəs ver.
Dördüncü pillədə Zamiq Hüseynovun Mən Varam musiqisidir. Musiqisi Zamiq Hüseynovun özünə aid olan Mən Varam 6 gün öncə yayımlansa da bu həftə 255.234 baxış sayı ilə həftəlik hit paradımızda yer alır. Musiqidən çıxış edərək onu deyək ki, hər addımda, hər hadisədə sevdiklərinizin yanında olun. Onları varlığınızla sevin, sevindirin. Yalanlarla aram yok. Qəribə duyğuların içində mən varam. Canımın özü sən, gəl dinlə gəlməmi. Sənli fikirlər beynimdə hərlənir. Hər atılan addıma əlbəttə var dəlil. Həftənin üçlüyünü Murad Arif və Orxan Zeynallının Üzür musiqisi ilə açırıq. Musiqi ana məhəbbətinə, diqqətinə biganə qalanlardan danışsa da, görürük bir çoxunun damarına toxunub. Musiqi bu həftə 265.234 baxış toplayıb. Analarınızı, valideynlərinizi sevginizdən, diqqətinizdən məhrum qoymayın. Onlar axı bizim ilk sevgimizdir. Dəfələrlə məyus edib səndən üzr istəmədim. Yalanların dəryasında sən həmin o saf bir adam. Mənim yorulan mələyim, qədrini bilmədiyim, bağışla məni. Roza Zərgərli İstədi musiqisi ilə bu həftə bir pillə geriləyib və ikinci pillədədir. Musiqi bu həftə 832.356 baxış toplayıb. Görünür hələ istədim, bu hit paradda çox səslənəcək. Nə deyək, siz sevginizi istədiyiniz yox, sevgini göstərən insanlardan bərk yapışın. Elə İstədim musiqisinin hit paraddan bərk yapışdığı kimi. Səndən sadəcə diqqət istədim. İstədim, sevilən olum, yolunu gözlədim. Sevginə ehtiyacım vardı, görsəydin. Mənə gəlsəydin, ətrini duysaydım bir. Həyatımı, zamanımı, ürəyimin açarını sənə verdim. Həftənin qalibi isə Röya Ayxanın yeni musiqisi olan Yanındayamdır. Keçən həftə ikinci olan Yanındayam artıq 10 gündür ki yayımdadır və 1.234.233 baxış toplayıb. Elə misralardan çıxış edərək onu deyək ki, varlığı ilə güvəndə, evinizdə, sevgisini göstərməsə də yanınızda olan, sevgisini hiss etdirən insanlar olsun. Mən əsrətinlə yanma sən deyə, yanındayam de göz yaşınla batmısan niyə? Yanındayam, yaratdığın qaranlığındayam, yolundayam, mən hislərindəyəm, qucaqlasan, qolundayam, toxunsan əllərindəyəm, yasaq, solundayam, səninləyəm, dayanmadan sevəm, yorulmayanla bizdə-sən uzaqdayan tamam. Bu həftəlik bu qədər. Görək gələn həftə bizləri nələr gözləyir. Siz isə kanalımıza abunə olun, izləmədə qalın. Gələn həftə görüşmək ümidi ilə. Hələlik!